Turizm biznesinə başlamaq bir çox insan üçün xəyal kimi görünür. Amma bu sahə sadəcə səfərlərdən ibarət deyil. Bu insanların xəyallarını gerçəyə çevirmə sənətidir. Əgər siz bu sahədə addım atmaq istəyirsinizsə, əvvəlcə öz niyyətinizi müəyyənləşdirin. Niyə bu işi görmək istəyirsiniz? Sizi bu sahəyə çəkən nədir? Bu sualların cavabı sizin şirkətinizin təməlidir. Turizm biznesi bir çox istiqamətlərdən ibarətdir. Aviabiletlər, daxili və xarici turlar, korporativ turlar, B2B, eyni zamanda B2C modelləri. Əsas məsələ hamısını bir anda etmək deyil, bir istiqamətə fokuslanmaqdır. Bazar genişdir, amma rəqabət də güclüdür. Əgər reallığı düzgün anlasaq, rəqibləri izləsək və fərqli dəyər təqdim etsək, turizm şirkəti sadəcə bir ofis deyil, bir marka halına gəlir. Və bu yüzdən Travako sistemi bu prosesdə sizin üçün dəstək olacaq. Sənədlər, rezervasiyalar, ödənişlər, müştəri idarəçiliyi bir mərkəzə toplanır. Siz sadəcə strategiyanı müəyyən edin. İdarə etməni isə Travako ilə asanlaşdıra bilərsiniz. Turizmdə uğur bir niyyətlə başlayır. Amma onu sistem və davamlı öyrənmə qoruyur. Travako Akademini izləyin. Turizm biznesinizi peşəkar səviyyədə qurmağın yollarını addım-addım öyrənin.